Məktəbli çantasında daşınan təkcə dərsliklər deyil, məktəb başlar-başlamaz iş dəftərlərinin alınması da zərurətə çevrilir. Məktəblərin bir çoxunda şagirdlərdən dərslikdən də əlavə iş dəftərləri, test topluları tələb olunur və bu vəsaitlərin qiyməti kifayət qədər yüksəkdir. Gəlin baxaq. Bir test toplusunun qiyməti 15 manatdır. Bu da valideynlərin cibinə təsir göstərir. Valideynlər isə narazıdırlar, həm qiymətdən, həm də keyfiyyətdən. Əvvəllər məsələn mən oxuduğum dövrdə qiymətlər məsələn 4-6 manat qiymətində isə indi 8 manat civarındadır. Yəni qiymətlər əvvəlkilər qədər ucuz olsaydı məncə daha yaxşı olardı. Yəni əvvəlki qiymətlərdə qalsaydı daha yaxşı olardı. Çox bahadır. Hal-hazırki vəziyyətə görə bahadır. Yəni biraz şagirdləri və valideynləri də nəzərə almaları lazımdır. Əlavə tədris materiallarının qiymətləri isə sinifə görə dəyişir. İbtidailər üçün 6-9, yuxarı siniflər üçün isə 10-18 manatdır. Əgər 7 fəndən valideyn iş dəftəri alsa və bunların qiyməti 10 manat ətrafındasa və daha baha qiymətə iş dəftərləri var, bu istər-istəməz valideynlərin maddi yükünü də ağırlaşdırır və nəzərə alsaq ki, əgər bir valideynin 2 və yaxud da 3 övladı varsa və məktəbə gedirsə, bu əslində aşağı bir məbləğ deyil. Bəs əlavə dərs vəsaitlərinin alınması mütləqdirmi? Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, Ümumi təhsil pilləsi üçün dərsliklər və müəllim üçün metodik vəsaitlərin hazırlanması Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq nəşriyyatlara sifariş edilir. Nəşriyyatlar dərsliyə uyğun iş dəftərləri hazırlayır, lakin dövlət ümumi təhsil müəssisələrində hər hansı əlavə tədris resursunun istifadəsi yalnız valideynin razılığı ilə həyata keçirilə bilər. İş dəftərlərinin alınması isə könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır. Çünki fənlər üzrə qoyulan tələblərin ödənilməsi üçün təhsil müəssisələrində istifadədə olan dərsliklər kifayət edir. Lalə Allahverdiyeva, Zahir Rəhimov, İlxan Axundov, Şahnun Qasımova, ATV Xəbər.